Herkese salam. Gelin bugün sizinle Massimo Dutti İspanya saytından sipariş yerleştirək. Massimo Dutti yüksek keyfiyetli ve her zaman dəbdə olan klasik geyim parçalarını təqdim edir. Gelin sipariş qaydalarına birlikte baxaq. Browserda massimodutti.com yazıb sayta keçid edirik. Ekranda gösterilen bütün düğmeleri bastıktan sonra ülkəni İspanya'ya, dili ise İngiliz diline çeviririk. Massimo Dutti'nin vətəni İspaniyadır. Ona göre en bol çeşit ve en aşağı qiymətlər oradadır. Məsələn, bugün sizə göstərəcəyim gödəkçənin Azərbaycan və İspaniya arasında qiymət fərqi 96 AZN-dır. Almaq istədiyimiz məhsulu tapırıq, ölçüsünü və rəngini seçib səbətə atırıq. Səbətə keçid edib Process düyməsinə basıb özümüzə hesab açırıq. Bunun üçün videoda göstərilən bütün məlumatları qeyd edirik. Qeydiyyatdan keçdikdən sonra yenə Process düyməsini basırıq. Çatdırılma növünü mütləq Home Delivery seçirik. Sifarişi yerləşdirmək üçün bizə İspaniya ünvanı lazımdır. Bunun üçün Expargo tətbiqini yükləyib qeydiyyatdan keçirik. Qeyd etmək istəyərdim ki, Expargo İspaniya sifarişlərini həftədə 2 dəfə çatdırır. Qeydiyyatdan keçdikdən sonra öz hesabımıza daxil oluruq. Qeyd etmək istəyərdim ki, hesabınıza MyGov ID ilə daxil olduqda bağlamalarınız Expargo tərəfindən avtomatik bəyan olunacaq. Xarici ünvanların bölümündə İspaniyanı tapırıq. Ünvan ilə bağlı məlumatları kopyalamaq çox asandır. Bunun üçün məlumatın sağındakı düyməni basmaq kifayətdir. Məlumatları qeyd edəndə diqqətli olaq. Hər istifadəçinin öz Expargo kodu var və sifariş zamanı yalnız özünüzə məxsus olan kodu qeyd etmək lazımdır. Bütün məlumatları bir daha yoxladıkdan sonra Continue düyməsinə basırıq. Ödənişi etmək üçün kartın növünü seçib kartın məlumatlarını qeyd edirik. Continue düyməsinə basıb sifarişimizi tamamlayırıq. Bağlamamız İspaniya anbarına çatdıqda Expargo bizə SMS bildiriş göndərir. Hesabımıza girib fakturanı yükləməliyik. Bunun üçün sifarişin ümumi dəyərini, göndərici mağazanı, məhsulun kateqoriyasını seçib fakturanı yükləyirik. Adətən bundan sonra həmin bağlamanı Smart Customs'da bəyan etməliyik. Lakin Expargo ilə buna ehtiyac yoxdur. Avto bəyan funksiyasını aktiv etdikdə Expargo Smart Customs bəyənləməsini bizim yerimizə edir.